Dünyaya gəldiyimiz zaman hər birimizin özümüz haqqında heç bir fikrimiz olmur. Amma yaşadıkca, təcrübələr qazandıqca, pozitiv, negativ təcrübələrdən keçdikcə özümüz haqqında pozitiv, bəzən isə negativ düşüncələrimiz yaranmağa başlayır. Bu negativ düşüncələr bəzən mən uğursuzam, bəzən mən dəyərsizəm, bəzən mən bacarıqsızam, bəzən də sevilməyə layiq deyiləm düşüncələri olur. Lakin negativ düşüncələrin bir xüsusiyyəti var. Biz onlara fokuslandıqca onları qidalandırmış, qarışdırmış oluruq və onları təmizləmək, tək-tək təmizləmək alınmır. Nə qədər də təmizləsək, daha çox yayılır. Amma bunun bir yolu var. Biz negativ düşüncələrimizi pozitiv düşüncələrlə əvəz edərək işimizdə pozitiv duyğular yarada bilərik. Mən səhv edə bilərəm. Səhv etmiş olmağım mənim bacarıqsız olmağım mənasına gəlmir. Mən səhvlərimi düzəldə bilərəm. Mən hər halımla özümü qəbul edirəm. Pozitiv, negativ hisslərimlə dəyərli olduğumu bilirəm. Səhvlərimi düzəltmək üçün özümdə güc hiss edirəm. Mən hər halımla dəyərliyəm. Hər kəsin güclü və zəif tərəfləri olur. Mən öz güclü və zəif tərəflərimi qəbul edirəm və ən güclü tərəflərimi tapıb ifadə etməyə niyyət edirəm. Və beləliklə bu pozitiv inanclar, düşüncələr bizim içimizdəki negativ duyğuları təmizləyir, pozitiv duyğulara yer açır. İndi qərar sənindir. Negativ düşüncələrə fokuslanaraq onları daha da artırmaq mı istəyirsən, yoxsa pozitiv düşüncələrlə içində pozitiv duyğular yaradıb həyata daha gözəl baxmaq mı istəyirsən?